qalib gəlmişdi? Çaldıran döyüşümə Osmanlılar qalib gəldi. 14-cü ildə Çaldıran döyüşü Osmanlı və Səfəv arasında olmuşdur. Səfəvlərin Şərqi Anadoluda Nüfusun artmaz. Asil. Asil sülh müqaviləsi imzalayan səbəbi də hökmdarı kim idi? Alpar, sənə verilən sualları əgər özün cavablandıra bilməsən, yerdən zimniyyətlə müsalə cavablandıracaq. Aydın oldu, yolları qabağa çıxartmıram və onlar sənin cavab verə bilmədiyin suallara cavab verəcəklər. Və bu videonu çəkməkdə məqsədimiz yəni valideynlərə göndərməkdir və valideynlər şəffaf şəkildə dərsin necə keçirildiyini izləsinlər. Deməli, başlayaq. Səfəvi Osmanlı müharibəsi neçənci illərə əhatə etmişdir? 1514-1550. Əhsən. Hansı dövlətlər arasında olmuşdur? Səfəvi Osmanlı. Əhsən. Bu zaman Səfəviləri idarə edən hökmdar kim idi? Mənim İsmail. Şah 1-ci İsmail. Sağ ol. Müharibə hansı döyüşlə başladı? Mənim Çaldıran döyüşü. Əhsən, Çaldıran döyüşü hanı? Göstərə yazmışam onu. Mat ərazisində baş verib. Kim qalib gəlmişdi? Mənim Çaldıran döyüşümə Osmanlılar qalib gəlmişdi. Sağ ol. Osmanlılar niyə qalib gələ bilmişdi? Çünki mən ordu silahları var idi. Bir də sayca. Sayı üstünlük. Əhsən. Yaxşı, bu dövrdə yəni Səfəvi Osmanlı müharibəsi zamanı, yəni Çaldıran döyüşünə qalib gələn 1-ci Səlim Səfəvilərin paytaxtını tutdu. Həmin şəhər göstər xəritədə. Təbrizi. Əhsən, hə. Mən Təbrizdən buradaydım. Bəs növbəti paytaxtdan şəhər olub? Qəzvində. Hanı? Qəzvin mən buradaydım. Kim köçürtmüşdü paytaxtı Qəzvində? Dərmansiz. Səbəb? Çünki mən tez-tez yürüyüşlərə məruz qalırdım. Sağ ol. Kifayətdir. Salam uşaqlar. Əleyhissalam. Dərsimiz nədir? Birinci mərhələsi. 50-ci illərə əhatə etmişdir. 1514-1555. Hansı döyüşdən başlamışdı Cəbrayıl? Çaldıran neçənci ildə baş vermişdi? Kimlə kim arasında baş vermişdi? Yaxşı. Deməli, bəs Səfəvi Osmanlı müharibəsi 1-ci mərhələsi başlayanda hakim, yəni Osmanlıda və Səfəvilərdə hakimiyyətdə kimlər idi? Osmanlılarda 1-ci Səlim idi, Səfəvlərdə isə 1-ci İsmail. Əla. Bəs İsmail neçənci ildə hakimiyyətdə oldu Cəbrayıl? Sağ ol. Yaxşı da görün. Müharibənin səbəbləri. Osmanlı Şərqi Anadolu sərhədlərini genişləndirmək istəyi, Azərbaycanla keçən ticari yolların əlaqə əl keçirmək istəyi və Səfəvlərin Şərqi Anadoluda uğurlar. Nüfusun artması. Sağ ol. Bəs hər iki dövlətin ortaq marağı nə idi? Azərbaycanı əl keçirmək. Azərbaycan hansı xəritədə? Hə, göstər. Sağ ol. Göz qabağa get. Azərbaycan harada qaldı? Sağ ol. Yəni hər iki dövlət Azərbaycan sərvətlərinə sahib olmaq uğrunda mübarizə aparırdılar. Yadınızdadırsa biz Ağqoyunlu Osmanlı mövzusu keçəndə ilk dəfə, yəni şərqlə bağlı plan 2-ci Mehmetə aid olub. Amma o Ağqoyunlu Osmanlı müharibəsində həm Uzun Əsərin Qara dənizə birbaşa çıxış əldə etmək istəyi, eyni zamanda 2-ci Mehmetin Xəzər dənizə qədər ticarət yollarını ələ keçirməyə şərq planı yəni puça çıxmışdı. Bu planı yenidən reallaşdırmaq çalışan kim idi? Səlim. Səlim neçənci ildə hakimiyyətdə oldu? Əhsən. İndi yaxşı, Çaldıran döyüşü neçənci ildə oldu Əli? Kimlə kim arasında olmuşdu? Kim qalib gəlmişdi? Osmanlıların qalib gəlməsinin səbəbləri. Sayıca çox olmasa, bir də ordu silahdan istifadə. Sağ ol. Yaxşı, bu döyüşdə məğlub olan Səfəvilər xəritədə qeyd olunub ərazi. Hara qədər əraziləri itirdilər? Bu döyüş nəticəsində, bəli. Şərqi Anadolu. Anadolunun hara qədər hissəsini? Yazılı ordu söz. Cəbrayıl sən? Sağ, Mosula qədər hissəsini. Düz. Əyləşin. 1-ci Səlim Çaldıran döyüşündə qalib gələndən sonra Səfəvilərin paytaxt şəhərini ələ keçirdi. Həmin şəhəri xəritədə göstərə bilərsiniz. Səfəvilərin paytaxt hansı şəhəri idi? Qəzvin, Təbriz. Əvvəl hansı idi? Təbriz. Təbriz hanı? Əhsən, 1-dir. Bəs növbəti paytaxt hansı oldu? Qəzvin. Kimin dövründə? Şah İsmail. Yox, Şah İsmaildən sonra kim gəlmişdi hakimiyyətə? Şah İsmaildən sonra hakimiyyətə Oğlu Təhmasib. Təhmasib neçənci illərdə hakimiyyətdə oldu? 1500 ayet çaldı. Neçənci illərdə? Kim olmuşdu hakimiyyətdə? Kimdən sonra gəlmişdi? Birinci Şah İsmaildən sonra. Paytaxtlar köçmüşdü. Qəzvinə. Səbəbi nə idi bəs? Qəzvin səbəbi qorunmaq üçün. Sağ ol. Çünki Təbriz hansı dövlət sərhədinə yaxın idi? Bəs səbəbi nə köçürməsinin? Osmanlılar tez-tez tutmuşdular. Sağ ol. Əslində paytaxtın dəyişdirilməsi necə tədbirdir? İqtisadi, siyasi, inzibatan. Sağ ol, inzibat edir. Qalib gəlmişdi Mərv döyüşündə. Şeybənlər. Neçəncidə olmuşdu? 25 ol. Əhsən. Yaxşı da görün. Şah 1-ci İsmail Çaldıran döyüşündən sonra, yəni Səlimə məğlub olandan sonra
hər hansı bir yürüşə çıxdı bundan sonra? Xeyr, çıxmadı, düzdür. Neçənci ildə öldü? 15 ildir. Kim gəldi hakimiyyətə? Oğlu. Təmas. Təmas neçənci illərdə hakimiyyətdə 15 olmuşdur? ildir, 25 ildir. Düzdür. Yaxşı. Səfəvi Osmanlı müharibəsində qısa fasilə yarandı. Müharibə sülh bağlanmamış deyə müharibə bitməmiş sayılır, aydındır. Amma qısa fasilə yarandı. Bunun səbəbi nə idi, deyə bilərsən? Tam Hakimiyyət dəyişikliyi baş vermişdi hər iki dövlətdə. Osmanlıda kim gəlmişdi hakimiyyətə? birinci Sultan Süleyman. Bəli, Sultan Süleyman Qanuni neçənci ildə hakimiyyətdə olmuşdu? 1520-də sən onu keçməmsən, sən sonra qoşulsan qrupa. 1520-1566-cı illərdə. Bəs Süleyman Azərbaycana neçə dəfə yürüş edib? 4 dəfə. Deyək saydan illəri. 1534, 1534, 1535, 1535'leri sonra 48, 48, 54. Bəs müharibə hansı müqavilə bitmişdi? Bekle diyeceğim ben. 555. ildə Amasya. Amasya. Yaxşı. Amasya sülh müqaviləsi imzalayan səbəbi hökmdarı kim idi? Təmas. Təhmasib neçənci ildə hakimiyyətdə olmuşdu? 24 26. Az sağ ol. Təhmasib Osmanlılara qarşı hansı taktlan tətbiq etmişdi? Yanlışlıqla. Düzdür. Əli, Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsində baş vermiş 3 döyüşdən danışdıq, düzdür? O döyüşlərin baş verdiyi ərazini xəritədə göstər, düzdür, adları yazılır. Yəni yerin göstər, ilin və kimin qalib gəldiyini de bir-bir, ardıcıllıqla. 1514-cü ildə Çaldıran döyüşü Osmanlı və Səfəv arasında olmuşdur. Osmanlı qələbəsi başa çatmışdı. İkinci. 1535-ci ildə Sultaniya, Osmanlı Sultaniyada qarşı alınmışdı. Düz. Təhmasibin qələbəsi başa çatmışdı. Burada 1554-cü ildə Səfəvlərin qələbəsi başa Ay sağ ol. Cəbral, Sultaniyyət döyüşünün ümumi tarixdə Osmanlı mövzusu hansı döyüş adı ilə verilir? Ay sağ ol. Deməli, dərsin növbəti mərhələsində sual-cavabda iştirak edəcək Ziniyyətlə Müsalə. Müsalə, Səfəvi Osmanlı müharibəsinin gedişində baş vermiş döyüşlər. Saldıran döyüşü. Bir də Bir də Süleymanı hansı şəhərdə məğlub edib geri qaytardılar? Təbrizdən. Təbrizin cənubunda hansı şəhərdə? Buyur. Sultaniyyədə. Sultaniyyət, bax burada, bu hissədə yerləşir. Sultaniyyət. Bax bu hissə Sultaniyə şəhəridir ki, məhz 13-14-də Elxanilərin dövründə sarılmış şəhərdir. Ziniyyət, birinci Süleymanın, yəni Səfəvi Osmanlı müharibəsinin gedişində 4 dəfə yürüş edib. Səfəvi ərazisində. Heç illərin dərən? Birinci yürüyüşü 1534, ikinci yürüyüşü 1535, üçüncü yürüyüşü 1548. Dördüncü bəs? 1548. 54. Müsalə, Süleymanın yürüşlərində Təbriz şəhəri, məxsusən birinci, ikinci, üçüncü yürüşlərdə tutulsa da, amma Süleyman burada niyə qala bilmirdi, məşhurlana bilmirdi? Çünki Təmasib yandırılmış torpaq tərəfində. Digər tərəfində əhalinin ciddi müqaviməti. Biraz yüksələn, yəni cavab verir ki, sənsiz yaxşı düşsün. Yaxşı. Bəs sonuncu dəfə 1554-cü ildə Süleymanın məğlub edildiyi döyüş hansı qalanın ətrafında? Buğur qalası. Ay sağ ol. Buğur qalası burada yerləşir. Dərbəndin cənubunda Buğur. Buğur qalası 12-ci əsr müdafiə qalalarındandır. Şirvan ərazisində inşa olunmuşdur. İki hökmdar adı çəkilir, yəni işğalçı hökmdarlar bir dördüncü Davud adı ilə bağlı, yəni 1124-25-ci illərdə qoşun qoyub getmişdi, yəni ölümündən sonra tərk etdi Gürcü qoşunları. Bir də Süleyman dövründə məhz bu qala işğalla bağlı adı səsləndirilir. Deməli, Buğur döyüşü neçənci ildə olub? 54-cü ildə. Bununla da Süleymanın yürüşləri Azərbaycana başa çatdı. Bəs hansı müqavilə bitdi? Amasya. Amasya sülhü. Neçənci ildə imzalanmışdı? Müsaişətləri. Buyur. Qərbi Gürcüstan Osmanlılara qalır. Şərqi Gürcüstan səbəblərinin, Azərbaycanın digər əraziləri səbəblərinin tərkibində qalır. Hə. Yaxşı, bəs Ziniyə, Çaldıran döyüşü nəticəsində Osmanlılar hara qədər Səfəvi ərazilərini ələ keçirmişdilər? Bağdada getirəm. Yox, Bağdada Mosula qədər. Mosula qədər. Bax, bura Anadoludur. Çünki bilirsiniz ki, Anadolu müəssisəsi və Ərəb İraqı, yəni ərəblərin yaşadığı ərazidir. Ərəb İraqı İranın mərkəzi və qərb hissəsində, yəni qeyri-ərəblər yaşadığı ərazi deyil. Aydın bunu bilir. Məhz bu hissə Əcəm İraqidir, bu hissə Ərəb İraqidir. Və birinci yürüşdə 1534-cü Süleyman Təbrizə daxil oldu. Amma ciddi müqavimət, əsgərlərin
narazılığı, aydınlığı və yaxud da əhali ciddi müqavimət yandırılmış torpaq taktikası, qışın yaxınlaşması, ərzaq kaçınmasını tərk etdi. Amma geri qayıtsa da hansı ərazini öz dövlətini qata bildi? Buyur, daxil olmaqla neçənci ildə? 34-cü, neçənci ildə? 34-cü ildə. Cəbrayil, bəs 1535-ci ildə yürüşündə hansı şəhərə daxil ola bildi Süleyman? 1535 Təbrizə. Necə? Təbrizə. Məşğulana bildi? Xeyr. Niyə? Çünki 1535-ci ildə ərzaq çatışmazlığı və taun xəstəliyinə Sağ ol. Bəs daha hansı işğalçılar müəyyən bir şəhərimizi belə tutmuşdular, amma xəstəlik səbəbilə tərk etməli oldular? Slavya. Biraz yavaş. Yaxşı. Neçənci ildə Təhmasib əsnad Osmanlılar üzərinə, bilirsən ki, Osmanlılar üzərinə əksizmə keçmişdir. Osmanlı 1500 52-ci ildə ki, Təhmasib. məqsədi nə idi? Yəni Osmanlı qonşu olan ərazilərdə Bir də sual xatırladaq ki, 1552-ci ildə Şah birinci Təhmasibin Osmanlı istiqamətində əks-səda keçməsinin iki səbəbi var idi. qonşu olan ərazilərdə Osmanlı yürüşünə məruz qalmaması, bir də o göndərdiyi təklifi onu qəbul etməməsi. Yox. Düzdür, sülh təklifi rədd edən Süleymanı sülhə məcbur etmək var idi bunun içərisində. İkinci səbəbin kim deyə bilər? Sualı bir də deyim mənim. Dedim ki, 1552-ci ildə Təhmasib Osmanlı üzərinə ilk dəfə əks-səda keçdi. Bəli. Birini dedik, Osmanlı Sultanı sülh təklifini qəbul etdirməkdir. Yəni sülhə razı salmaq, məcbur etməkdir. Bəs ikinci səbəb nə idi? Osmanlıların yürüşünü yararsın. Ay sağ ol, sən. Ağzında qaldı. Mümkünsüz ha. Bunu reallaşdırmaq istəsəniz taktikanı tətbiq edirdi. Yandırmış torpaq taktikasını. Ay sağ ol. Səbəbi Osmanlı müharibəsi dövründə tez-tez Təbriz, yəni artıq siyasi cəhətdən təhlükə qarşısında qaldığı üçün hara köçürüldü paytaxt? Neçənci ildə? 55-də, 1555. Bəli, bu necə tədbir idi Alpay? Siyasi inzibati tədbirdir. Yəni saxlığın vilayətdən yaradılmasıdır, paytaxtın köçürülməsidir və inzibati bölgənin ləğv olunması, bunlar inzibati tədbir hesab olunurlar.